Salam şagirdlər. Bugün sizinlə monitoring sınağımızdan sınaq nömrə 2-nin izahına baxırıq. Gəlin suallara keçək. İkinci sınağımızın birinci sualında bizə deyilir. 17A54 rəqəmli ədədi 9-a tam bölünərsə A-nı tapın. Bilirik ki, şagirdlər 9-a bölünmə əlaməti nədir? Rəqəmlərinin cəmi 9-a bölünən ədədlər 9-a qalıqsız bölünür. Afərin sizə. 1-in üzərinə 7, üzərinə A, üzərinə 5 gəlsək, nə alarıq? 1 üstə gəl 7, 8, üzərinə gəl 5, 13, üzərinə gəl A. Demək şagirdlər, A-nın əvəzinə aşağıdakı variantlardan hər hansı biri qoyularsa, alınan cəm 9-a bölünəcək. Gəlin baxaq. A-nın əvəzinə 4 yazsaq, 17 bölünməz. Demək, A variantı deyil. Sonra C variantı 13-ün üzərinə 6 gəlsək, 19 da bölünməz. Demək, C də deyil. 7 gəlsək, 20-dir. 20 də bölünməz. Amma 5 gəlsək, nə alınır? 18 alınır. Demək, A əvəzinə 5 yazsaq, cəmimiz 18-dir. 18 9-a bölünərsə, 2 düşər. Demək, doğru cavabımız B bəndi. Keçək ikinci sualımızın izahına. Aşağıdakıları müqayisə etmək lazımdır. Gəlin baxaq şagirdlər. Modulda -18-dən -18 çıxarmı? Bəli, afərin sizə. Bu doğrudur. Keçirəm növbəti B variantıma. B variantında nə deyir bizə? Deyir ki, mənfi vurulsun mənfi 2. Mənfi mənfiyə vurulsa nə alınır? Afərin sizə. Müsbət 2. Müsbət 2 sıfırdan böyükdürmü? Bəli. Onda B variantı da doğrudur. Mən əvvəlcə D variantına baxım. D variantında nə verib bizə? -3 böyükdür. Modulda 32-dən nə çıxır? 32. Qarşısında bir mənfi varsa alırıq. -32. -3 -32-dən böyükdürmü? Bəli. Mənfi ədədlərdə işarəni açsaq, kiçik olanı böyük olur deyirik. Bəli. Demək, -3 -32-dən böyükdür. Bu da doğrudur. Demək, bizdə hansı yanlışdır dediyinə görə elə C variantı olacaq. Gəlin baxaq. 0 böyükdür. -9-dan modulda nə çıxır? Müsbət 9. 0 9-dan böyükdürmü? Xeyr. Bu yanlışdır. Yanlışı axtardığımıza görə cavabımız olacaq C. Keçək üçüncü sualımızın izahına. Üçüncü sualda şagirdlər bizdən ifadəsi verilib və deyir ki, ifadəsini, qiymətini ortaq vurğu mötərizə xaricinə çıxarmaqla hesablayın. Gəlin indi baxaq. Görün, nə hesablamaq lazımdır, nə etmək lazımdır bu hesablamada. Birinci, 11 çıxaq, 6-nı mənfini içəri vursaq, 6x demək. Mənfi mənfiyə üstə gəl 16, mənfi mənfiyə üstə gəl 4y. Biz nə aldıq şagirdlər? Aldıq ki, 27 çıxaq 6x üzərinə gəl 4y. Afərin sizə. Bura qədər hər şey doğru. İndi baxırıq, bizə nə verilib? Bizə verilibdir ki, 3x çıxaq 2y7-dir. Onda biz bu hissədə elə bir dəyişmə aparmalıyıq ki, ortaq vuruq çıxarmalıyıq ki, 3x çıxaq 2y ifadəsi alınsın. O zaman nə edərəm? Deyirsiniz ki, eşidirəm sanki, çıxaq 2-ni mötərizə xaricinə çıxardaq. -2 çıxarsa, -6x-i almağımız üçün bura bir 3x yazırıq. -6x-i verdimi? Bəli. Bir çıxaq 2y də bura yazsaq, gəlin indi baxaq, nə alınır? -2x vurulsun 3-ə, -6x-i, sonra -2 vurulsun -2y-ə, müsbət 4y-i. Demək, doğru vurğu mötərizə xaricinə çıxarmışıq. Bu ifadənin qiymətini bizə nə verib şərtdə? 7 olduğunu veribdir. Gəlin qiyməti yerinə qoyaq. 27 çıxaq 2 vuraq 7, yəni 27 çıxaq 14 alınır cavabımız 13. 13 doğru cavabımız C variantı. Afərin sizə şagirdlər. Keçək 4-cü sualımızın izahına. Baxaq görək 4-cü sualda bizdən nə tələb olunur? 4-cü sualda bizə deyilir ki,
hər biri 2 xarici dildən ən az birini öyrənən 45 nəfərlik qrupda 32 nəfər ingilis dilini, 20 nəfər isə rus dilini öyrənir. Neçə nəfər hər iki dili öyrənir? Şagirdlər, bu cür sualları biz bilirik ki, ən rahat şəkildə necə yaza bilərik? Afərin sizə. Venn diaqramları ilə yaza bilərik. Demək, bizim bu şəkildə Venn diaqramımız olsun. Hər biri 2 xarici dildən ən azı birini öyrənən 45 nəfərlik qrupda 32 nəfər ingilis dilini, 20 nəfər isə rus dilini bilir. Aha, neçə nəfər hər iki dili bilir? Gəlin indi baxaq görək. Bizim ümumilikdə neçə nəfərimiz var? 45 nəfərimiz var. 45 nəfərimiz varsa, mən 32 nəfər ilə 20 nəfəri toplasam nə baş verəcək? 32 üzərinə gəl. 20 bərabərdir 52. Axı bizim qrupumuzda 52 nəfər yoxdur. Neyniyək şagirdlər? Afərin sizə. 52-dən 45-i çıxaq. Nə alındı? Afərin 7 alındı. Bu 7 nə deməkdir? 7 hər iki dili bilən adamların sayı deməkdir. Bəli, bizim demək birinci verilibdir xarici dillərimizdən 32 nəfəri ingilis dilini bilir. 7-si hər iki dili bildiyinə görə 32-dən 7 çıxsaq 25 nəfər. 20 nəfər rus dilini bilir. 7 nəfəri hər iki dilən bilənlərin içərisindədir. Nə qalacaq burada? 13 qalacaq. İndi bizdən sualın şərtindən soruşur ki, hər iki dili neçə nəfər öyrənir? Bəli, doğru cavabımız olacaq 7. Desəydi ki, yalnız ingilis dilini neçə nəfər bilir? 25 nəfər seçərdik. Desəydi, yalnız rus dilini neçə nəfər bilir? Demək, 13-ü seçərdik. Ona görə də bu şəkildə sualları mütləq diaqramla həll edin ki, daha doğru cavaba gəlib rahat çıxasınız. 5-ci suala keçirik. 5-ci sualda deyir ki, aşağıdakı ədədlərdən hansı mürəkkəb ədəddir? Mürəkkəb ədədlər necə olmalıdır şagirdlər? Afərin sizə. Deyirsiniz ki, müəllim, mürəkkəb ədəd 2-dən çox böləni olmalıdır. 11 nəyə bölünür? 11-ə və 1-ə. Demək, sadə ədəddir. 31 nəyə bölünür? 31-ə və 1-ə. Demək, sadə ədəddir. 41 41-ə və 1-ə. Demək, o da sadədir. Bəs 21 nəyə bölünür? 21 21-ə. Sonra 7-yə. Sonra 3-ə. Sonra 1-ə. Axı neçə bölən oldu? 1, 2, 3, 4. Demək, necə ədəddir? 2-dən çox bölən olduğuna görə afərin. Demək, B variantı 21 mürəkkəb ədəddir. Gəlin keçək 6-cı sualımızın izahına. 6-cı sualda bizə deyilir ki, forması ABC fiqurundan demək A1, B1, C1 fiqurunun alınması üçün aşağıdakı addımlardan hansı doğrudur? Gəlin baxaq görək aşağıdakı addımlardan hansı doğrudur? Demək, verilən ifadəmiz A-nın koordinatı əvvəlcə qeyd edək. A hansı koordinatlarda yerləşir? A yerləşir -7, 2-də. -7, 2-də. Daha sonra baxıram, B-nin koordinatları haradır? -7, Y-imiz 4-dür. C-nin koordinatları haradır? -4, -2. -4, -2. Bu oldu bizim koordinatlarımız. İndi A1-in koordinatına baxıram. A1-in koordinatı demək 2, -2-dir. -2-dir. C-nin koordinatı 5, -2-dir. 5, -2-dir. B-nin koordinatı isə, B1-in daha doğrusu koordinatı isə 2, -4-dür. 2, -4. İndi gəlin baxaq şagirdlər. A nöqtəsi necə yer dəyişmə edib? A nöqtəmiz demək -7-dən gəlib çatıb -2-yə. -7-dən -2-yə neynəməlidir? 9 vahid sağa gəlməlidir. Eyni şəkildə biz
B-nin koordinatına da baxarıq. -7-dən hara gəlib çıxıb? X-in müsbət 2-sinə. Demək, 9 vahid sağa gəlsəm, burada belə bir üçbucaq alınacaq. Diqqətlə baxın. 9 vahid sağda belə bir üçbucaq alınır. Amma üçbucaq ancaq sağa gəlib eyni şəkildə qalmayıb. Nə baş veribdi? Simmetrik yer dəyişməsi baş veribdi. 9 vahid sağa gələndən sonra necə dəyişdi? Nəyi qalıbdı bunların sabit? Sabit qalıbdır x-ləri. Nə dəyişilibdir? Y-ləri dəyişilibdir. X absis oxudumu? X oxu. Bəli, demək 9 vahid sağa absis oxuna nəzərən simmetrik olmalıdır. 9 vahid sağa absis oxuna görə simmetrik. Yəni hansı variantımızda var? B variantımızda. Demək 9 vahid sağa absis oxuna görə simmetrik cavabını aldıq. Keçək növbəti sualımızın izahına. 7-ci sualda bizə deyilir ki, 7-ci sual. Aşağıdakılardan hansı doğru deyil? Biz nəyi axtarırıq şagirdlər? Səhv olanı axtarırıq. Səhv olan bizdə hansı variantda gəlin baxaq. Deyilir, -1/1 kiçikdir -0/1-dən. Gəlin indi baxaq. Baxın şagirdlər, bu cür sualları rahat şəkildə yaza bilməyimiz üçün onların mərtəbə rəqəmlərinin sayını eyniləşdirməyimiz lazımdır. Məsələn, -1/1-i mən yanına bir 0 ata bilərəmmi? Bəli, müəllim, ata bilərik deyirik. Ata biləriksə, gəlin indi bu şəkildə baxaq. Digəri isə kiçikdir -1/0,1. İndi bizdə belə deyək, normalda müsbət ədədlər olsaydı 1/1 1/100-dən böyük idi. Amma mənfi olduğuna görə kiçikdir. Bəli, bu tamamilə doğrudur. Afərin sizə. Mənfi ədədlərin hamısı 0-dan kiçikdirmi? Afərin, kiçikdir deyirsiniz, doğrudur. Mənfi ədədlərin hamısı müsbət ixtiyari ədəddən kiçikdirmi? Bəli, kiçikdir. Bu da doğrudur. Bəs onda hansı doğru deyil? Baxaq görək. Müsbət 1/100-1 1/1-dən böyükdürmü? Yəni bura bir 0 əlavə edəcək. Burada 0, 1 var. Burada 10 var. Böyük olarmı? Xeyr. Bu səhvdir. Onda bizə nə lazımdır elə? Səhv olan variant lazımdır. Demək doğru cavabımız oldu D variantı. Davam edək şagirdlər. Növbəti sualımıza. Növbəti 8-ci sualda bizə deyilir ki, sinifdə 11 qız, 7 oğlan şagird var. Sinifə daha neçə nəfər oğlan şagird gələrsə, oğlanların, şagirdlərin sayı bütün şagirdlərin sayının 45% olar. Gəlin indi baxaq ki, burada necə həll etmək lazımdır. Burada bizə deyilir ki, sinifdə 11 qız var, 7 oğlan var. Sağ ol. Sinifdə daha neçə oğlan şagird gələrsə, bizim sinifimizdə neçə nəfər var hal-hazırda? 11 üstə gəl 7, sinifimizdə 18 nəfər şagirdimiz var. Bəli. Gələrsə oğlan şagirdlərin sayı bütün şagirdlərin sayının 45% olar. Əgər mənim oğlan şagirdlərimin üzərinə hər hansı bir x qədər say gəlsə, bu zaman nə baş verir şagirdlər? Bəli, bütün sinifin üzərinə də həmən x qədər şagird gəlməlidir. Düzdürmü? Bəli. İndi gəlin baxaq görək. Bütün şagirdlərin sayının 45% olar. Nə zaman? Hesablama quraq. Demək, 18 üstə gəl x-imiz bütün şagirdlər isə nə qədərdir? Afərin sizə, 100%. Bəs oğlanlar nə qədərdir? 7 plus x qədər. Bunlar nə qədər olacaq? 45% qədər. Bəs tənasübümüzü necə quraq? Çarpaz şəkildə vurmaqla 18 plus x vurulsun 45 bərabərdir
7 üstə gəl x vurulsun 100. 45 ilə 100-ü nəyə ixtisar edə bilərik? 5-ə. Bəli, burada bir 9, burada bir 20 qalsın. Gəlin indi burada tənliyi biraz da sadələşdirək. Nə alarıq? 9-u 18-ə vursaq 90, 9, 8, 72. Yəni 162 üzərinə gəl 9x bərabərdir. 20-ni 7-yə vursaq 140 üzərinə gəl 20x ifadəsini aldıq. İndi məlumları bir tərəfə, məhsulları bir tərəfə keçirsək 162 çıxaq 140 bərabərdir 20x çıxaq 9x. Afərin sizə. Demək, buradan alırıq 22x, daha doğrusu 22 bərabərdir 11x-ə. 22 ilə 11-i ixtisar etsək, buradan alınır ki, x-imiz nəyə bərabərdir? 2-yə. Demək, sinifə neçə nəfər gəlməsi lazımdır? 2 nəfərin gəlməsi lazımdır. Afərin sizə şagirdlər. Davam edək. Növbəti sualda deyilir ki, 9-cu sualımızda A və B bir-biri ilə düz mütənasib asılıdır. A bərabərdir 4 olduqda, B bərabərdir 6 olarsa, A bərabərdir 6 olduqda, B neçə olar deyilir şagirdlər. Gəlin indi baxaq. Deyilir ki, demək, A və B bir-biri ilə düz mütənasib asılıdır. Şagirdlər, düz mütənasib asılı kəmiyyətləri bir yadınıza salaq. Məsələn, belə bir sual deyirəm məsələn. 1 çörək 60 qəpikdir. 2 çörək nə qədərdir? 120 qəpik. 3 çörək neçə qəpikdir? Afərin sizə, 180 qəpik. Onda biz görürük ki, düz mütənasib kəmiyyətlərin nisbətləri sabitdir. Yəni 60-ı 1-ə bölsəm 60, 120-ni 2-yə bölsəm 60, 180-i 3-ə bölsəm 60. Demək, biz buradan qaydanı çıxardıq. Bir-biri ilə düz mütənasib asılıdır. A 4 olanda B 6 olur. Demək, bir cədvəl qursaq, baxın indi. A 4 olanda B neçə olur? 6. Bəs A 6 olanda B neçədir? Bilmirəm, bir x-dir. Burada sabit olan nədir? Nisbətlərdir. 6-nı 4-ə böləndə nə alınmalıdır? X bölünsün 6 alınmalıdır. Buradan çarpaz şəkildə vursaq, axı bunlar tənasübdür. Tənasübün xassəsi nə idi? Çarpaz şəkildə vurmaq. 4 vurulsun x bərabərdir 6 vurulsun 6-ya. 9x-imiz 36-ya. X-imiz nəyə bərabərdir? Daha doğrusu 4x-imiz 36-ya. X-imiz nəyə bərabər olacaq? X-imiz olacaq 9. Demək, B-ni tapın deyirdi bizə. Biz tapdıq ki, B-miz 9-a bərabərdir. Afərin sizə. Keçək şagirdlər növbəti sualımıza. 10-cu sualımızda nə istəyir bizdən? Deyir ki, kəsirləri müqayisə edin. Demək şagirdlər, biz kəsirləri müqayisə edə bilmək üçün mütləq şəkildə onları eyni ortaq məxrəcə və yaxud da ki, eyni ortaq sürətə gətirməyimiz lazımdır. Məxrəci bərabərləşdirmək daha rahat olduğu üçün gəlin yazaq birinci kəsirimizi 5-ə vurub 15-də 2-ni 5-ə vursaq 10. İkinci kəsirimizi 3-ə vursaq 15-də 3-ə vurduq sürəti 9. Üçüncü kəsirimiz də 15-də 7-dir. Müqayisə edirik. Məxrəcləri bərabər olan kəsirlərdən hansı böyükdür? Afərin sizə. Məxrəcləri bərabər olan kəsirlərdən sürəti böyük olan daha böyükdür. Onda ən kiçiyimiz 15-də 7-dir. Nədən kiçikdir? 15-də 9. 15-də 9 nə idi şagirdlər? 5-də 3 idi. O da nədən kiçikdir? Demək, 15-də 10-dan. 15-də 10 nə idi? Afərin 3-də 2 idi. Demək, müqayisəmiz 15-də 7 kiçikdir 5-də 3, kiçikdir 3-də 2 şəklində olacaq. Bu da doğru cavabımız B olduğunu göstərir. Afərin doğru tapanlara. Keçək növbəti sualımız 11-ci suala. Tənasibindən x-i tapın.
Şagirdlər, tənasübün əsas xassəsi nə idi? Afərin sizə. Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabər olmalıdır. Bəli, demək onda 8 vurulsun x nəyə bərabərdir? 16 vurulsun 12-yə. 8 ilə 16-nı ixtisar etsək nə qalar? 2. X nəyə bərabərdir? 24-ə. Demək, doğru cavabımız 24 alındı. 11-ci sualımızın cavabı D bəndi. Keçək 12-ci sualımıza. 12-ci sualda deyir ki, ucları bu nöqtələrdə olan AB parçasının uzunluğu 9 vahid olarsa, x aşağıdakılardan hansı ola bilər? Gəlin indi baxaq. Gəlin baxaq şagirdlər. Demək, ucları A -2, 4, bir düzbucaqlı koordinat sistemi çəkək. A -2, 4 harda yerləşir? 2 vahid sol, 4 vahid yuxarı. A nöqtəsinin koordinatlarını qurduq. Demək, bu bizim A nöqtəsi. B nöqtəsi x9, daha doğrusu x4. x4. 4 sabitdir. Və bizə deyir ki, uzunluğu 9 vahid olarsa, demək, şagirdlər, biz bu parçamızın uzunluğunu 9 vahid etməliyik. Burada əgər 2 vahid varsa, mən neynəməliyəm? 7 vahid də sağ tərəfdən götürməliyəm. 7 vahid sağ tərəfə gəlsək, bu nöqtə 7-dir. X aşağıdakılardan hansıdır? X aşağıdakılardan 7-yə bərabərdir. Yəni 12-ci testimizin doğru cavabı oldu D bəndi. Afərin doğru tapanlara. Keçirik 13-cü sualımızın izahına. 13-cü sualda bizə nə deyilir? Deyilir ki, işin 35%-ni gördükdən sonra hansı hissəsi qaldı? Yəni 35%-i görülürsə şagirdlər, 35-ini gördüm. 100-dən 35-i çıxaq əvvəlcə. Nə qaldı? 75-i. 100-dən 75-i qaldı. 5-ə 25-i ixtisar edə bilərik. Daha doğrusu üzr istəyirəm 65. Üzr istəyirəm 65. 5-ə ixtisar edə bilərikmi? Bəli. 5-ə ixtisar etsək nə qalar? 20 qalar. 65-i 5-ə ixtisar etsək 13 qalar. Demək, doğru cavabımız oldu 20-də 13. Demək, B bəndi 13-ün doğru cavabıdır. Keçək növbəti sualımızın izahına. Növbəti sualımızda bizə deyilir ki, düzbucaqlı koordinat sistemində nöqtələrindən keçən düz xətt ordinat oxu ilə kəsişmə nöqtəsinin koordinatlarını tapın deyir. Gəlin indi baxaq şagirdlər. Birinci nöqtələrimizi quraq görək. Nöqtələrimiz hardadır? A -6, -8. Demək, -6, -8. A nöqtəmiz -6, -8 desək, burada bir yerdədir. A nöqtəsinin koordinatlarına görə koordinat müstəvisində yerini tapdıq. B nöqtəsi -6, 4-dür. -6, 4. B nöqtəsi də harda yerləşir? Bax, burada bir yerdə yerləşir. Afərin sizə. İndi mən sizə birbaşa qaydanı desəm ki, düz xəttin ordinat oxu ilə kəsişmə nöqtəsini tapın. Onu əzbər şəkildə tam olaraq bilməyəcəksiniz. Gəlin indi bax, təxminən bir şəkil çəkək. Bu nöqtələri birləşdirək. Afərin sizə. Sizcə şagirdlər, bu nöqtə hansı nöqtə olacaq? Parçanın nəyidir? Parçanın orta nöqtəsinin koordinatları. Yəni şəkil üzərində biz əslində 0, -2 olduğunu görürük. Düzdürmü şagirdlər? Amma bu 0, -2 doğrudur deyib misalın həllini keçə bilmərik. Onda yemək orta nöqtənin koordinatlarını tapmağımız lazımdır. Parçanın orta nöqtəsinin koordinatları necə tapılırdı? Demək, x-lərimiz birinci A-nı yazın birdə, -6, -8. B-ni də yazsaq 6, 4-dür. X-ləri nəyə bərabərdir?
-6 və -6-nın yarısı, yəni 0-ın yarısı nəyi verir mənə? 0-ı verir. -8 ilə -4-ün yarısı nəyi verəcək? -8-in üstə -4 gələndə -4, yarısı da verəcək -2. Demək, x-imiz 0, y-imizi nə aldıq? -2. 0, -2. Gəlin indi baxaq görək, parça üzərində götürdüyümüz nöqtə də həqiqətən 0, -2-yə uyğundurmu? Bəli, artıq qaydanın da doğruluğunu gördük. Keçək növbəti suala. Afərin bunu da tapanlara. İndi keçirik 15-ci sualımızın izahına. 15-ci sualda bizə deyir ki, şəkildə verilənlərə əsasən AB tərəfi neçə vahiddir? Yəni, şəkildə verilənlər bizə nəyi xatırladır şagirdlər? Afərin sizə, düz deyirsiniz. Şəkildə verilənlər oturacaqdakı bucaqların 34 və 34 olması bu üç bucağın bərabər yanlı olması deməkdir. Biz bərabər yanlı üç bucaqda nə xassəsini bilirik? Afərin sizə, yan tərəflərin, yəni 6A-nın A plus 35-ə bərabər olduğunu bilirik. Bəli, onda biz buradan nə alırıq? 6A-dan A-nı çıxsam, bərabərdir 35 yazsam, 5A-mız 35-ə bərabərdirsə, A-mız nəyə bərabərdir? A-mız 7-yə bərabərdir. A 7-dir. Bizdən nə istəyir? AB tərəfini. AB tərəfimiz nəyə bərabər idi? AB tərəfimiz 6A-ya bərabərdir. 6 vurulsun 7 isə 42 oldu. Demək, bizim 15-ci sualımızın doğru cavabı 42-dir. 42 tapanlara bir afərin. Keçək 16-cı sualımıza. 16-cı sualımızda isə bizə deyir ki, şəkildə verilən düzbucaqlı və yarımçevrələrə əsasən rənglənmiş hissənin sahəsini tapın. Çox maraqlı, çox gözəl bir sualdır şagirdlər. Burada rənglənmiş hissənin sahəsini tapmaq üçün biz bilirik ki, gəlin belə bir şey qeyd edək. Deyirəm ki, baxın, bu yarım dairə ilə bu yarım dairəni cəmləsəm, yəni birləşdirsəm, bütöv bir dairə alınarmı? Afərin sizə. Deyirsiniz ki, bəli müəllim, bütöv bir dairə alınmış olar. Onda, baxın indi şəkildə nə görünür? Şəkildə biz görürük ki, verilmiş bu hissənin, yəni diametr olaraq verilən hissəsi 4-ə bərabərdir. Onda radius və radiusdursa bu hissə, radiusumuz nəyə bərabərdir? Radiusumuz 2-yə bərabərdir. Onda dairənin sahəsi nə olacaq şagirdlər? Birinci sınaqda işləmişdik bundan sonra. Pi r kvadratıdır dairənin sahəsi. S bərabərdir pi, radiusumuz 2-dir. 2-nin kvadratı olacaq 4 pi. Biz dairənin sahəsini tapdıq. Bəs düzbucaqlının sahəsi necədir? Yəni düzbucaqlı deyəndə nəyi nəzərdə tuturuq şagirdlər? Baxın, bu mavi hissə düzbucaqlımızın enidir, 9 isə uzunluğu. S düzbucaqlı desəm, S düzbucaqlı 4 vurulsun 9 mənə nəyi verəcək? Afərin sizə, 36-nı verəcək. İndi sualın şərtində nə deyilirdi? Bir də baxaq. Bizə deyilir ki, rənglənmiş hissə. Yəni düzbucaqlının sahəsindən dairənin sahəsini çıxmaq lazımdır. Düzbucaqlının sahəsi, demək, S rənglənmiş yazaq, R rənglənmiş. Düzbucaqlının sahəsi nə oldu? 36. Çıxaq. Dairənin sahəsi nədir? 4. Pi. Sonra nə olacaq? Santimetrin kvadratda ölçü vahidimiz santimetrin kvadratıdır. 36 çıxaq. 4 pi santimetrin kvadratı. Bəli, doğru cavabımız C variantıdır. Afərin sizə. Keçirik növbəti 17-ci sualımıza. Deyir ki, növbəti sualda şagirdlər bizə deyilir ki, qrafikə görə Əhməd son 40 metr məsafəni neçə saniyəyə gedib? Gəlin baxaq görək, son 40 metr deyəndə nə nəzərdə tutulur? 80 metrdən, demək, son 40 metr desək, 80 metrdən son 40 metr
40 metrə qədərki hissədir. Afərin. Demək 40 metrə baxaq görək. Qrafikdə bölgülər nədir? Qrafikdə bölgülər 5-5 artıb da, düzdürmü? 5, 10, 15, 20, 25, 30, 35 şəklində verilib. Son 40 metr hansı hissədə gedib? Baxın, bu hissədə gedib. Bu hissədə neçə saniyə var? 15-dən 35-ə qədər. Yəni 35 çıxaq 15 bərabərdir. Nə oldu? 20. Demək, Əhməd son 40 metr məsafəni 20 saniyəyə gedib. Doğru tapanlara afərin. Keçək 18-ci sualımıza. 18-ci sualda bizə nə deyilir? Deyilir ki, zəri bir dəfə atdıqda düşən xalın 7-dən kiçik olması hadisəsinin ehtimalını tapın. Şagirdlər, yadımıza salırıq. Yəni, mütləq baş verən hadisələrin ehtimalı nəyə bərabər idi? 1-ə. Yəni, mütləq baş verir də, yəni bu tam bir hadisədir. Məsələn, deyirəm ki, heç baş verməyəcək. Məsələn, bugün may ayıdır artıq. Deyirəm ki, sabahları qar yağacaq. Yəni, bu baş verməsi biraz mümkün olmayan hadisədir də. Artıq buna nə deyirik? 0 deyirik də, sabah qar yağmaz yəqin ki. Amma təsadüfi hadisələrin ehtimalı isə 0 ilə harda yerləşir? 0 ilə 1-in arasında yerləşir. İndi bizə deyir ki, bir zəri bir dəfə atdıqda düşən xalın 7-dən kiçik olması. Elə zərin üzlərində 1, 2, 3, 4, 5, 6 xalları var. Demək, bütün hallar 1-dən kiçik olduğuna görə doğru cavabımız elə olacaq D bəndi. Doğru deyənlərə afərin deyirəm. Keçirik 19-cu sualımızın izahına. 19-da deyir ki, sırası 2 modalı olarsa, x aşağıdakılardan hansı ola bilməz? Gəlin indi baxaq. X niyə ola bilməz? Çünki x-in əvəzinə 2-dən artıq, yəni burada 2 dəfə verilənlərdən birini yaza bilmərik. 3 yaza bilsək, x-in əvəzinə 2 dənə modalı olacaq. Bəli. 5 yazsaq, 5 2 dənə olacaq, 7 də 2. Demək 2 modal olacaq. 9 yazsaq, 7 2 dənə var. 9 da 2 dənə olacaq. Amma baxın şagirdlər, x-in yerinə 7 yazsaq, neçə dənə 7-miz olacaq? 3 dənə. Artıq 2 modalı yox, tək modal olacaq. Onun modası 7 olacaq. Demək 7 ola bilməz. 7-dən başqa variantları götürə bilərik. Yəni 19-un cavabı C bəndi. 20-yə baxaq şagirdlər. 20-də görək nə deyir bizə? Deyir ki, Fərid 2 ədəd fərqli rəngdə müxtəlif adlı oyuncaq almalıdır. Aha. Cədvəldə əsasən onun seçim variantlarının sayını tapın deyir bizə. Gəlin indi baxaq görək. O hansı seçimləri edə bilər? Seçimlərinin sayı nədir? Deyir ki, 2 ədəd fərqli rəngdə müxtəlif adlı oyuncaqlar almalıdır. Demək uşaqlar, gəlin baxaq. Bax. Mən deyirəm ki, ağ nə olsun? Maşın olsun. Maşını ağ olsun. Ondan sonra onun neçə seçim variantı olacaq? Demək, sarı kukla götürə bilər, qırmızı kukla götürə bilər, çəhrayı kukla götürə bilər. Bax, məsələn, bunu deyək. Ağ maşını olsa, nə götürə bilər? Fərqli oyuncaq. Fərqli 3 dənə oyuncaq götürə bilər. Kukla demək, fərqli 2 ədəd fərqli rəngdə. Fərqli rəngdə dediyinə görə və fərqli oyuncaqlar dediyinə görə kukla sarı, kukla qırmızı, kukla nə götürə bilərəm? Çəhrayı. Kukla, çəhrayı. İndi gəlin qara maşını olsa. Qara maşını olsa. Bu zaman yenə nə götürə bilərəm? Qara maşında da sarı kukla, qırmızı kukla və çəhrayı kukla. Sarı kukla, qırmızı kukla və çəhrayı kukla götürə bilərəm. Digər halda da eyni şey baş verəcək. Demək, mən mavi maşın götürsəm, yenə də 3 halım olacaq ki, sarı kukla götürüm, sonra qırmızı kukla götürüm, digər halda nə götürüm? Çəhrayı kukla götürüm. Demək, 3
hal burada, 3 hal burada, 3 hal da burada. Demək, Fəridin seçim variantlarının sayı neçə oldu? Bəli, seçim variantlarının sayı 9 oldu ki, afərin sizə C variantı doğru cavabımız. Keçək növbəti sualımıza. 21-ci sualda bizə nə deyir? Deyir ki, paralleloqramın tərəfləri 14 və 21-dir. Bu paralleloqram hündürlükləri 12 və 8 sm olarsa, sahəsi neçə olar? Şagirdlər, biz paralleloqramda nə bilirik? İki qarşı tərəf paraleldir və bir-birinə bərabərdir. Onda 14 bura yazsam, 21 bura yazsam. Paralleloqramın iki hündürlüyü olduğunu da bilirik. Bax, birinci hündürlüyə mavi şəkildə çəkirəm. İkinci hündürlüyü isə yaşıl çəkirəm. Paralleloqramın sahə düsturu nədir? S bərabərdir A, HA, B, HB. Yəni, hündürlüklər, belə deyək, sahənin hasili, daha doğrusu hündürlük və tərəfin hasili sahəni verəcək. Gəlin, indi baxaq. Böyük tərəfə çəkilən hündürlük, böyük tərəfə kiçik hündürlük, kiçik tərəfə isə böyük hündürlük çəkilib də, yəni uzun olduğunu görürük. İndi 14, 21 hansı tərəf daha kiçikdir? Bax, 8. Demək, böyük tərəfə kiçik hündürlük, kiçik tərəf isə bura 14-dür. Kiçik tərəfdir, ona böyük hündürlük. Yəni, nə çəkilib? 12. İndi gəlin baxaq. 21 vuraq 8 bərabər nəyə? 168-ə. Afərin sizə. Bəs verilən digər hündürlüyümüz nəyə bərabərdir? Digər hündürlüyümüz isə 12-dir. 12 vuraq 14 nəyə bərabərdir? O da 168-ə bərabərdir. Bəli, şagirdlər, demək, verilən sahələr 168-ə bərabərdir. Hansı düsturla həll edirsiniz, edin. Yenə də doğru cavabımız 168-ə bərabərdir. Doğru tapanları təbrik edirəm. Keçirəm növbəti 22-ci sualımıza. 22-ci sualı, şagirdlər, açıq sualdır və həlli tələb olunacaq. Gəlin, indi baxaq ki, biz bu sualı necə həll edəsirik? Yadımıza salaq qaydalarımızı. Demək, bizə deyilir ki, oturacaqları düz bucaqlı, üç bucaq olan prizmada AC 9. AC 9 bura. BC 15. BC də 15 bura. Həcmimiz 1080 kub santimetr olarsa, hündürlüyü, yəni hündürlüyə bir H desək, hündürlüyü neçə santimetr olar? Gəlin, indi baxaq görək. Bizim oturacağımızın sahəsi, yəni ümumiyyətlə həcmimiz nəyə bərabərdir? V bərabərdir S oturacaq vurulsun H. Oturacağımızın sahəsi düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucağın sahəsini tapsaq, onda yaza bilərik ki, 9 vurulsun 15-in yarısı. Hipotenuz burada katetlərin hasilinin yarısı. Burada hipotenuzu tapmağa ehtiyac yoxdur artıq. Vurulsun H hündürlüyümüz nəyə bərabərdir şagirdlər? 1080-ə bərabərdir. 1080 olduğunu tapmışıq. İndi gəlin ixtisarlarımızı aparaq. Demək, normalda belə yaza bilərik. 9 vurulsun 15 vurulsun H bölünsün 2 bərabərdir 1080. 1080. Burada tənasüb xassəsini tətbiq eləsək, 9 vurulsun 15 vurulsun H bərabərdir 2 vuraq 1080 yaza bilərik şagirdlər. Demək, biz burada ixtisarlarımızı aparaq görək, bizdə nə alınacaq? Bir 5-ə bölsək, burada bir 3 qalar. Demək, 10-da 5 2 dəfə olsa, burada 10-da 5 2 dəfə var. 8-də 5 1 dəfə var. 30-da 5 neçə dəfə yerləşir? 6 dəfə. Bəli, 216. 216-nın rəqəmləri cəmi nəyə bərabərdir? 9-a. 10-da 3-ə də bölünür. Bir dəfə 3-ə də bölsək, 21-də 3, 7 dəfə, 6-da 3, 2 dəfə. Demək, buradan 72 aldıq. 10-da
9 vurulsun h da bərabərdir 2 vuraq 72 yazsaq, burada 9 ilə də 72-ni ixtisar etsək, burada bir 8 qalar. Onda h-ımız nəyə bərabərdir? H bərabərdir 2 vurulsun 8-ə. Yəni neçə alırıq şagirdlər? 16. Afərin sizə. Kim doğru tapıbsa, hamısını təbrik edirəm. Keçək növbəti sualımıza. 23-cü sualda bizə görək nə verilibdir, nə istəyir. 23-cü sualda deyir ki, alfa bucağına qonşu olan iki bucağın cəmi 250 dərəcədir. Alfa bucağı neçə dərəcədir? Gəlin şagirdlər yadımıza salaq. Alfa bucağının qonşu bucaqları necə bucaqlardır? Alfa bucağının qonşu bucaqları qarşılıqlı bucaqlardır. Qarşılıqlı bucaqlar bir-birinə nədir? Afərin sizə bərabərdir. Yəni x üzərinə gəl. X cəmi nəyə bərabərdir? 250-yə. Onda biz buradan nə alırıq? 2x-imiz 250-yə bərabər. X-imiz nəyə bərabərdir? 125 dərəcə. Afərin sizə. Bunu tapdıq. Bəs bizdən nə deyir? Alfa bucağını tapın. Alfa ilə x-in cəmi nədir şagirdlər? Afərin sizə. Alfa ilə x-in cəmi 180 dərəcədir. Alfa üzərinə gəl. X bərabərdir 180 dərəcə. Onda mən alfanın əvəzinə bilmirəm nə yazacağım. Amma x-in əvəzinə bilirəm ki 125 yazacağım. Bərabərdir 180 dərəcə yazsaq. Buradan alfa bərabərdir 180 dərəcə çıxaq 125 dərəcə. Yəni alfamız da bərabərdir 55 dərəcə olduğunu tapırıq ki, demək doğru cavabımız oldu. 55 dərəcə doğru tapanları təbrik edirəm. Keçək növbəti sualımıza. Növbəti sualımızda görək bizdən nə istəyir? Deyir ki, x və y düz mütənasib cəmiyyətlərdir. Cədvələ görə A çıxaq B fərqini tapın. Biz əvvəlki suallarımızda da buna bənzər bir sual işləmişdik və oradan xatırlayırıq ki, düz mütənasib cəmiyyətlərdə nə sabitdir şagirdlər? Afərin sizə. Demək, nisbətlər sabitdir. Yəni 12 bölünsün 3 bərabərdir A bölünsün 4-ə. İndi buradan tənasibi həll etsək, 3 vuraq A-mız bərabərdir 4 vuraq 12-yə. 3-ə ixtisar etsək, burada 4 qalsa, A-mız nə olur? Afərin 16. İkinci tənasibimizi quraqmı? Quraq. 12 bölünsün 3. 12 bölünsün 3 bərabərdir 28 bölünsün B yaza bilərik. Afərin sizə. Yenə çarpaz şəkildə vursaq, 12 vurulsun B bərabərdir 3 vurulsun 28-ə. Biz buradan 3 ilə 12-ni ixtisarləsək, burada bir 4 qalar. 4 ilə də 28-i ixtisarləsək, 7 qalar. B-miz nəyə bərabərdir? B-miz 7-yə bərabərdir. Məndən nə istədi şagirdlər? Dedik ki, A çıxaq B fərqini tapın. A 16, B-miz isə nəyə bərabərdir? 7-yə bərabərdir. 16-dan 7 çıxsaq nədir? 9-a bərabərdir. Bəli, şagirdlər, doğru cavabımız elə olacaq. 9. Doğru tapanların hamısını təbrik edirəm. Keçirik 25-ci, yəni bu sınavımızın sonuncu sualına. İndi bizə deyir ki, sualda tarazlıqda olan tərəzilərdə hər bir kvadratın kütləsi 8. Kvadratlar 8-dir. Gəlin belə göstərək bunu. Kvadrat elə göstərək. Kvadratlarımız 8-dir. Sonra hər bir üçbucağın kütləsi 7-dir. Üçbucaqlar 7-dir. Dairənin eyni kütləli olduğunu bilərək bir dairənin kütləsini tapın. Dairələrin kütləsini isə bilmirik. Gəlin bunlara da nə deyək? Afərin, x deyək. Gəlin indi baxaq görək tarazlıq vəziyyətindədirsə burada nə baş veribdir? Burada demək bir üçbucaq, iki üçbucaq. 7 üstə gəl 7, 1 kvadrat, yəni üzərinə gəl 8, üzərinə gəl 1 dairə. Yəni bu da x-ə bərabərdir. Burada isə 3 dənə
dairə, yəni x üzərinə gəl, x üzərinə gəl, x, 2 kvadrat, yəni 8 üzərinə gəl, 8 var. Onları bərabərləşdirsək, nə alarıq? Demək, 7, 7, 14 üzərinə gəl, 8 alınır bizdə 22. Üzərinə gəl, x bərabərdir 3x üzərinə gəl 16. İndi verilənləri sadələşdirsək, yəni 22 çıxaq 16 bərabərdir 3x çıxaq x yaza bilərik. Buradan 2x-imiz nəyə bərabər alınır? Afərin sizə 6-ya. Hər tərəfi 2-yə bölsək, x-imiz nəyə bərabərdir? 3. Demək, bizdən bir dairənin kütləsini, yəni x-in kütləsini tapmamız istənilirdi. Biz də tapdıq ki, x-in kütləsi nəyə bərabərdir? 3-ə bərabərdir. Afərin şagirdlər, bu sınağı da çox gözəl yazmısınız. İnşallah növbəti sualda, sınaqda görüşərik. Sağ olun.